Əgər bu səhvləri edirsinizsə, dəriniz tez qocalacaq. Videoya keçməzdən əvvəl mənim kanalıma abunə olub bəyənməyi unutmayın ki, bu video daha çox insanın qarşısına çıxsın. Dərimiz mövsüm keçidlərindən olduqca çox təsirlənir. Yazda dəri fərqli allergik reaksiyalar göstərə bilər. Qan dövranı sürətlənməyə başladığında bədəndə hormonal dəyişikliklər yaranır və dəri həssaslaşa bilir. Təbii ki, bəzi tədbirlərlə dəridəki bu problemlərin qarşısını ala bilərsiniz. Yaz və yay aylarında günəşin təsirləri də artmağa başlayır. Dəri ləkələrinin qarşısını almaq üçün günəşdən qoruyucu kremlər istifadə edin. Dəriyə zərər verən vərdişlər. Niyə bu problemlər yaranır? Dərinizi nəmləndirmək üçün daha az yağlı, su tərkibli nəmləndirici kremlər alın. Yağ tərkibi çox olan kremlər dəridə sızanaq yaranmasına səbəb olur. Yağlı dəriniz varsa çox yağ tərkibli krem istifadə etməyin. Parlaq və işıltılı bir dəri baxımı təmizliyi dərinin nəmləndirilməsi ilə yanaşı düzgün və sağlam qidalanmadan da asılıdır. Meyvə və tərəvəz, soğan, göyərti, kök sarımsaq kimi dəriyə canlılıq verən qidalar yeyin. Həm bədən, həm də dəri üçün gündə 2 litr yarım su için. İndi sizə gözlənilməz bir məlumat verəcəyəm, çünki çox adam bu səhvi edir. Sağlam və parıldayan bir dəri üçün. Siqaret və spirtli içkidən uzaq durun. Özəlliklə siqaret dərinin gərginliyini azaldır və sallanmasına səbəb olur. Eyni zamanda spirtli içki qəbulu dəri nəminin itməsinə və qırışmasına səbəb olur. Depressiya yaşayan insan normal, yuxu yatmadığından şikayət edir. Bu yuxu problemi də insanın dərisinə mənfi təsir edir. Buna görə yaxşı yuxu dəri üçün çox vacibdir. Makiyajla yatmayın. Makiyaj dəridəki yağı kiri həbs edir. Dərinin hava almasına icazə vermir. Gecə makiyajı təmizləmədən yatsanız, makiyaj dəridəki məsamələri tutur. Dəri nəmini azaldır və dərinin tez qırışmasına səbəb olur. Bundan əlavə stressdən uzaq durun. Əsəbləşərkən yaşanan dartılmalar əsasən çiyin, boyun, üz bölgəsində olur. Bu dartılmalardan sonra dəridə qırışlar yaranır. Qırışlar əleyhinə üz üçün gülmə hərəkətini edə bilərsiniz. Əsas məsələdən də biri qaynar su ilə çimməyin. Hər birimiz buxarlanan isti su ilə çimməyi xoşlayırıq. Su nə qədər isti və duş uzun müddətli olarsa, dəridəki təbii yağ nisbəti o qədər çox azalacaq. Dərinin yumşaq olması üçün nəmə ehtiyacı var. Ancaq isti su ilə çimmək, dəsmalla çox qurulanmaq, kimyəvi məhsullar dəridə qırışlar əmələ gətirir və bunların sadə həll yolları. Evdə təbii dəri maska resepti necə hazırlanır? 3 yemək qaşığı gil, 3 yemək qaşığı yulaf, 1 yemək qaşığı quru gül yarpağı, 1 yemək qaşığı quru lavanda yarpağı. Bütün bunları qabda qarışdırıb üzərinə isti su əlavə edin. Krem halına gələnəcən qarışdırın. Üzünüzə sürtüb 20-25 dəqiqə gözlədikdən sonra dərinizi yuyun və nəmləndirici krem vuraraq gözəl görünün. Bu qədər sadə. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub şərh yazmağı unutmayın.